Ana, biz niyə evi bu qədər bəzəyirik? Mənim ad günümdə də bəzəmişdik, amma bu dəfə sanki daha çox sevinirik. Düz hiss etmisən qızım. Çünki bu gün bütün dünyanın ən mehriban anasının ad günüdür. Bax, o elə bir xanımdır ki, Allah bütün sevgini ondan yaradıb. Biz ona görə evi bəzəyirik ki, o bizə baxanda evimizdə o sevgini görsün. Salam olsun bu evin nurani xanımlarına və balaca qəhrəmanına. Bugün dünyanın ən mehriban xanımının ad günüdür. Ona görə də bugün evimizə əliboş gəlmək olmazdı. Biri evin ən zəhmətkeş xanım anana, biri evin gələcək xanımına. Bu balaca qutuda bizim balaca Əliyə. Allah bizi bu qapıdan ayırmasın. Bayramınız mübarək.